Salam qızlar, hər vaxtınız xeyir olsun. Necəsiz? Qızlar, söz verdiyim kimi çantamda nə var videosunu çəkirəm. Bu arada bu çantanı Las Vegas'tan almışdım 70% endirimlə. Deməli qızlar, çox xoşlayıram ki, çanta geniş olsun, hissələri çox olsun. Bunun da gördüyünüz kimi hissəsi çoxdur, 3 hissədən ibarətdir. Və balaca bir hissədə qarşıda var. Qızlar, belə bir quru sabun qoymuşam çantaya. Daha sonra belə bir güzgüdür. Olmazsa olmaz, çantada olmalıdır. Və daha sonra isə belə bir rezinlərdir. Hər ehtimala qoymuşam, birdən lazım olur. Yonandır, dodaq karandaşları üçün istifadə edirəm. Daha sonra belə karandaşlardır qızlar. Onların nömrəsini dəqiq göstərmədim adını. Yəni göstərəcəm ayrı bir videoda. Belə bir pul qabıdır. Çox sevirəm bu pul qabını. Rəngini də, formasını da. Bu da bədən spreyidir. Və buralar boşaldı. Və daha sonra saqqızdır. Sonra BB kremdir. Daha sonra dodaq boyasıdır. Çox gözəl boyadır bu arada. Maybelline'indir. Belə bir karandaş və qələm. Bu baş ağrı arada olanda istifadə edirəm. Çox nadir halda. Bunlar da sancaqdır. Saç üçün balaca zajdır. Və hər ehtimala qızlar belə paçka qəndləri atıram. Çantamda olur. Bu qədər qızlar. Və üzükdür. Bu üzüyü çox sevirəm. Evdən çıxanda yadımdan çıxır. Ona görə arada istifadə etmək üçün atıram çantaya. Adi aksesuardır bu arada. Və yenidən yığdım çantaya. Qarşı tərəfi boş saxladım. Qarşıdakını arxaya atdım ki, qabaq sərgəli görsənsin. Qızlar, bunlar mənim çantalarımdır. Qəhvəyi çantadır bu. Türkiyədən almışam. Və buradan almışam. Yadımda deyil hansı mağazadan qaranı almışam. Yəni çox yaxşı bir çanta oldu mənim üçün. Toya əsasən götürürəm o çantanı və bu da sport çantadır. Çox sevirəm bu çantanı. Genişliyi də yaxşıdır. Həm də ki, bu qabaqda olan balaca hissə çantaları çox sevirəm. Bu da rahatdır. Elə içi çox böyük deyil, amma yəni əsasən toya götürürəm bunu. Yəni içinə lazım olan hər şey yerləşir. Bu da bayaqki çantamdır. Yenə dolu vəziyyətdə. Əsasən bunu istifadə edirəm. Yumşaqdır, rahatdır. Və qızlar, bunu da Türkiyədən almışdım. Hələ istifadə eləməmişəm. Çünki hələ ki var. Həm də ki, bunu məsələn rayona filan nələrsə lazım olarsa sərgəli yığıb aparmaq üçün saxlamışam. Və bu pul qabı qızlar mənə hədiyyə olmuşdu iş yerindən. Çox gözəl pul qabıdır bu da. Sadəcə indi məndə var deyə bunu əlavə istifadə eləmirəm. Elə öz qabında sərgəli saxlayıram. Və belə qızlar, çantalarım bunlardır. Və kəmərlərdir bunlar. Bunlar geyimlərin kəmərlərdir. Bu iki qara kəməri çox sevirəm. Və bu eynəyimdir. Qızlar, bu istifadə elədiyim məhsullardır. Xonçalıqdan alınanlardır əsas. Və bunların həm tozunu alacağım, həm də nə üçün olduğunu deyəcəm. Bu qızlar saç üçündür. Bu firmanı yəqin ki tanıyırsınız. Çox yaxşı bir yəni saçı yuyandan sonra istifadə edirsiniz. Daha belə dolğun göstərir saçı. Bu da ki saçı yağlananda diblərinə püskürdürsünüz. Təzə yuyulmuş kimi olur. Həqiqətən də təsiri yaxşı olur. Qızlar, bu da bədən losyonudur. Görürsünüz, hələ də çıxartmamışam üzərindəki bənövşəyi bəzəyini.
qeyd edim ki, bayaq da qeyd elədim, xonçadan qalanlardı. Ümumiyyətlə istifadə eləmədiklərimi qızlar çıxartmamışam. Üstündəki o bəzəyi və bu da Biodermanın kremidir. Başdan ayağa yəni vurmaq olar, əl, qol, ayaqlar, üz. Yaxşıdır o kremdə. Qızlar, bu da üzə püskürtmədir. Makyajın üstündən vurulur, biraz parıltı verir üzə. Yəni yayda daha məncə günəşdə vurur, daha gözəl görsənir. Bu da mənə işdə alınmışdı, iş yoldaşım almışdı hədiyyə. Və qızlar, bu da makyaj silmək üçün istifadə edirəm və ondan sonra isə bundan, bu şampundan üzümü yuyuram. Və daha sonra qızlar, bu saç spreyidir. Bunu da istifadə eləməmişəm. Və bu ətirdir. Hədiyyədir o da. Bu o qədər gözəl kremdir ki, qızlar. Super kremdir. O qədər yumuşaq pambıq kimi. Yəni mən belə gözəl krem görməmişəm. Çox yumuşaqdır, hədsiz gözəldir. Qızlar, bu da konsilerdir. Gözün altının qaralığını götürür, krem kimi belə yayırlar gözün altına. Bu da yaxşıdan açıq istifadə eləməmişəm, heç istifadə eləməmişəm. Açın belə göstərim sizə də. Ümumiyyətcə istifadə eləməmişəm. Çünki elə də göz altımda qaralıq olmur. Ona görə ehtiyac duymamışam. Dediyim kimi bu ətir də hədiyyədir. İstifadə edən olub bu ətirdən qızlar. Və bu da hədiyyədir. Və qızlar, orqanayzeri də silək. Qızlar, elə tez-tez tozlanır ki, bu orqanayzerdir, sonra mebellərdir. Hər gün silirəm, hər gün. Yenə də tozlanır və gündə bir dəfə silmirəm. Dəfələrlə silirəm, yenə də tozlanır. Və bu da belə qəşəng sildik və yenidən yerləşdirirəm. Qızlar, bu məhsulların hansından istifadə eləmişsiniz, hansından razı qalmışsınız və ya narazı qalmışsınız? Və belə qızlar, videomun sonuna gəldik. Ümid edirəm ki, videonu bəyəndiniz. İzlədiyiniz üçün sizə təşəkkür edirəm. Zəhmət olmasa kanala abunə olun ki, yeni gələn videolardan xəbərdar olasınız. Rəy yazın, videonu like edin. Görüşənədək hələlik.